Bir daha hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Hər kəsi salamlayırıq və sizlərə xoş bir gecə keçirməsi, istirahət günü keçirməsini arzuluruq. Fürsətdən istifadə edib bir daha məzun olan hər bir kəsə uğurlar arzu edirik. Və keçək hava haqqında məlumata önəmli bir xəbərlərimiz var. Bugündən etibarən, artıq bu saatdan etibarən ölkə ərazisində soyuq hava cəbhəsi daxil olur. Bir sıra bölgələrdə xüsusilə bu gecədən axşamdan etibarən, günün ikinci yarısından etibarən Zaqatala, Qax, Balakəndən başlayaraq qərb bölgələri və digər bölgələrdə, şimal-qərb bölgələr və digər bölgələrdən və Bakı Abşeron yarımadası artıq çöldə də müşahidə olunur. Külək öz istiqamətini cənubdan şimala doğru dəyişib və hava şəraitinin dəyişilməsi prosesi yaxın bir neçə gün ərzində davam edəcək. Sabah və digər 2 gün ərzində Bakı Abşeron yarımadasında şiddətli küləklərin olması ehtimalı var. Bir sıra fəsadlar törədə bilər və respublikamızın dağlıq və daha dəyib bölgələrində və bir sıra rayonlarda isə yağıntıların bir qədər güclü və intensiv olması, leysan xarakterli olması və bəzi rayonlarda isə narıncı xəbərdarlıqların Bakı və Abşeron yarımadası küləyi ilə bağlı narıncı xəbərdarlıq olması ehtimalı var və yağıntılarla bağlı narıncı xəbərdarlıq olması ehtimalı var. Və bunun ardınca növbəti bir soyuq hava dalğası gəlir. Bununla da soyuq hava dalğası bitmir və ard-arda 2 soyuq hava dalğası gəlir. Bununla əlaqədar olaraq növbəti iyun ayının günlərində biz bir qədər sərin və yağıntılı hava şəraitlərini görəcəyik. İstisevərlər, kommentlərə tökülüşün məni pazlamayın. Təbii ki, hər şey uca Allahın əlindədir. Biz sadəcə olaraq sizə məlumatı veririk, təbii məlumatları verir, ancaq onunla yanaşı bir məsələni də deyim sizə ki, həqiqətən də mən soyuğu sevirəm. Bu danılmaz bir faktdır. Mən isti sevmirəm. Özümdən asılı deyil, lakin isti sevənlərə hörmət yanaşıram. Allah hər kəsə can sağlığı versin. Uğurlar arzulayıram hər bir kəsə. Yaxşı ki varsınız.